Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə biz gələcəyin mühəndislərinin yetişdiyi məkan haqqında, Bakı Mühəndislik Universiteti haqqında danışacağıq. Görə universitetdə bizi hansı yeniliklər gözləyir? Özəl müsahibənin özəl qonağı isə bugün Bakı Mühəndislik Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikovdur. Ağası müəllim, xoş gördük sizi özəl müsahibəyə. Xoş gördük Gülbahar xanım. Ağası müəllim, gəlin elə ilk öncə yeniliklərdən başlayaq. Bugün universitetin əsas inkişaf istiqamətləri nələrdir və hansı yenilikləriniz var? Əsas inkişaf istiqamətləri olaraq Bakı Mühəndislik Universitetinin ilk növbədə tədris prosesinin yaxşılaşdırılması, modelləşdirilməsi, elmi tədqiqat fəaliyyətinin dərinləşdirilməsi, beynəlxalq əlaqələrin və sənaye ilə əlaqələrin daha da sıx şəkildə yaradılmasıdır. Tədrislə bağlı onu deyə bilərəm ki, son tədris ilində Pekin Kimya Texnologiya Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında müqavilə əsasında 2+2 modeli üzrə bakalavr hazırlığı üzrə mütəxəssislərin hazırlanmasına başlanmışdır. Burada 6 ixtisas üzrə hal-hazırda hazırlıq aparılır. Bunlar kimya mühəndisliyi, mexanika mühəndisliyi, kimya, biotexnologiya, biznes idarə olunması ixtisaslardır. Hal-hazırda bu proqram çərçivəsində 12 tələbəmiz Çində təhsil alır. Bundan başqa cari tədris ilində Bakı Mühəndislik Universiteti ilə Pekin Kimya Texnologiya Universiteti birlikdə müştərək mühəndislik fakültəsi yaratmışdır. Burada kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisası üzrə 3+1 modeli üzrə mütəxəssislərin hazırlanması həyata keçirilir. Bunlar bakalavr istiqamətlərdir. Bundan başqa biz Pekinin İnşaat və Memarlıq Universiteti ilə magistr səviyyəsində də mütəxəssislər hazırlanmasına başlamışıq. Bunlar burada hansı ixtisaslardır? Burada maşın öyrənilməsi, data analitika idarəetmə sistemlərində idarəetmə informasiya sistemləri və digər ixtisaslar üzrə mütəxəssis hazırlanır. Bu sahədə də bizim hal-hazırda 8 tələbəmiz içində öz təhsillərini davam etdirir. Bu il bizim universitetin 6 ixtisası beynəlxalq akkreditasiyadan keçərək sertifikat almışdır. Bunlar deməli IT, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi və elektrik və elektronika mühəndisliyidir. Və bu tədris ilində, növbəti tədris ilində daha 10 ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi gözlənilir. Bizim digər əsas istiqamətimiz elmi tədqiqatlarla bağlıdır. Son dövrlərdə bu sayədə bizim xeyli yeniliklərimiz vardır. Belə ki, son 3 ildir ki, bizim universitetdə nəşr olunan 6 jurnal hamısı ingilis dilində nəşr olunur. Bu da onların beynəlxalq auditoriyasını genişləndirir. Və son dövrlərdə qeyd etmək fərəhlidir ki, bizim universitetin jurnallarında xarici ölkələrdən, Niderlanddan, Hindistandan, Qazaxıstandan və digər Koreyadan və digər ölkələrdən alimlərin məqalələri bizim jurnallarda artıq nəşr olunur və bu da bizim jurnalların beynəlxalq reytinqinə təsir edir və bizim planımız belədir ki, yaxın illərdə bizim bu jurnallarımız beynəlxalq nüfuzlu elm-metrik bazalarda, xüsusilə Scopus və Web of Science bazalarında biz onların indeksləşməsini gözləyirik. Bundan əlavə son dövrlərdə biz seriya beynəlxalq konferanslar keçirməyə başlamışıq. Bunlar mühəndis məsələlərinin, problemlərinin həllində menecment və idarəetmədir ki, bu konferans keçən il keçirildi və onun əsərləri Springer bazasında nəşr olunur və bundan başqa bu il daha kimya elm sahəsi, kimya mühəndisliyi üzrə də bir beynəlxalq konferans keçirdik və bu konferanslar gələcəkdə periodik olaraq keçirilməsini biz nəzərdə tutmuşuq. Və fərəhli haldır ki, bizim universitet son illərdə ilk minliyə daxil olan QS reytingdə 5 universitetdən biridir. Bu da bizim universitetin uğurlarından xəbər verir. Ağası müəllim, universitetinizin elmi laboratoriyalarında bugün hazırlanan tədqiqat işləri birbaşa real sənayeyə, belə də istehsalata tətbiq oluna bilirmi? Bəli, elədir. Bizdə universitetdə elm sahəsində həm fundamental tədqiqatlar, həm də tətbiqi tədqiqatlar aparılır. Bu tədqiqatların böyük əksəriyyəti bilavasitə artıq sənayedə tətbiq olunmuşdur. Mən xüsusilə bunların bir neçəsi mən deyə bilərəm. Xüsusilə kimya sahəsində bizim alimlərimizin yaratdığı
yeni partlayıcı maddələr, raket yanacağı üçün olan komponentlər hazırlanan və s. Müdafiə Sənayesi Nazirliyinin obyektlərində, zavodlarında sınaqdan keçirilmiş və sübut olunmuşdur ki, bunlar həm qiymətcə, həm keyfiyyətcə öz xarici analıqlarından xeyli fərqlənirlər. Bu da onların da həyata keçirilməsi bizim ölkəmizin müdafiə qabiliyyətini xeyli yüksəldir. Digər neft kimyası sahəsində isə uğurlarımızdan deyə bilərəm ki, bu neft sənayesində işlədilən avadanlıqların korroziyadan qorunması üçün inhibitorlar və eləcə də neftlə çirklənmiş suların təmizlənməsi üçün reagentlər hazırlanmış və hal-hazırda o sənayedə tətbiq olunur. IT sahəsində mən deyə bilərəm ki, ölkəmizdə ilk dəfə olaraq aerokosmik çəkilişlər əsasında torpaqların analizi, onların məhsuldarlığının proqnozlaşdırılması, aqroekoloji zonaların yaradılması istiqamətində ilk dəfə olaraq AgroGPT adlı süni intellektə əsaslanan bir sistem yaradılmışdır. Bundan başqa sosial şəbəkələrdə trafik axınlarının öyrənilməsi, saxta profillər, erkən araşdırılması üçün modellər hazırlanıb, onlar da praktikada tətbiq olunur. Eləcə də telekommunikasiya sahəsində ən son 5G, 6G mobil rabitə şəbəkələrinin tədqiqi, radioelektron mübarizə vasitələri və s. bu kimi tədqiqatlar Müdafiə Universitetində, Milli Müdafiə Universitetində tələbələrə öyrədilir və onlar da öz tətbiqini tapmışlar. Çox gözəl. Bakı Mühəndisi Universiteti bilirik ki, beynəlxalq əlaqələri, eləcə də Koreyanın İNHA Universiteti ilə ikili diplom proqramları həyata keçirir. Ümumiyyətlə, baxın, bu əməkdaşlıqlar universitetimizin vizyonunu necə dəyişir? Tam doğru buyurursunuz. Son illərdə bir neçə ildir ki, bizim universitetlə Koreyanın məşhur İNHA Universiteti arasında ikili diplom layihələri üzrə mütəxəssislər hazırlanır. Bu əməkdaşlığın birinci mərhələsi artıq sona yetib. Biz bu ildən ikinci mərhələyə başlamışıq. Bu mərhələdə 4 ixtisas üzrə data analitikası, kompüter elmləri, elektronika mühəndisliyi və IT ixtisasları üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Bildiyiniz kimi Koreya yüksək texnoloji, texniki səviyyəsi çox yüksək olan bir ölkələrdən biridir və burada bizim tələbələrin orada oxumağı, onların dünya görüşlərinin artmasına səbəb olur. Onlar bilavasitə tədrisdə gördüyü bilikləri yerli yüksək texnoloji sahələrdə tətbiq edə bilirlər, orada öyrənə bilirlər. Ümumiyyətlə bizim son illərdə Cənub-Şərqi Asiyanın inkişaf etmiş, texnoloji səviyyədə inkişaf etmiş ölkələri ilə əməkdaşlığımız bizim tələbələrin səviyyəsinin artmasına, onların beynəlxalq komandalarda birgə işləmək qabiliyyətini, ümumiyyətlə onların səriştələrini, biliklərin artmasında çox önəmli rol oynayır. Bugün bilirik ki, süni intellekt həyatımızın hər bir yerindədir. Dünyanı idarə edən süni intellekt, o böyük verilənlər deyilir də və yaxud da alqoritmlərdə elə birbaşa riyaziyyata söykənir. Ümumiyyətlə, belə deyək, MEMUN-un elmi mühitində bu müasir çağırışlara cavab verən, belə deyək də, yeni elmi istiqamətlər açılır. Tam doğru buyurursunuz. Doğrudan da son illərdə süni intellekt və big data həyatımızın bütün sahələrinə məişətdən tutmuş, ən yüksək səviyyəyə qədər hər yerdə tətbiq olunur və bunlar da təbii ki, riyaziyyata əsaslanırlar. Çünki heç bir elm riyaziyyatdan istifadə etmədən inkişaf edə bilməz, o elm səviyyəsinə çata bilməz. Onu doğru söyləyirlər ki, elm yalnız riyaziyyatdan istifadə etdikdə elmləşir və bizim universitetdə də bu ixtisaslar artıq tədris olunur və onların nəzəri əsası qeyd etdiyimiz kimi riyaziyyatdır və ona görə də biz riyaziyyatın məhz bu sahələr üzrə daha vacib olan bəhslərinin tələbələrə öyrədirik ilk aşağı kurslarda və ondan sonra onlar onu öz həyatlarında istifadə edə bilirlər. Ağzı mən bir haşiyə çıxım. Deyirlər ki, riyaziyyatçılar, ümumiyyətlə o dəqiq elmlərə marağı olan insanlar dəqiqliyi sevirlər. Siz deyiləsiniz? Təbii. Sevirsiniz. Bəs bugün gənclərimizin texniki fənlərə olan marağı sizi necə qane edirmi? Yəni, müşahidələriniz nəyi demək əsas verir? Bizim müşahidələrimiz həm biz nəticəyə gəlirik öz müşahidələrimiz əsasında, bir də Dövlət İmtahan Mərkəzinin verdiyi statistika əsasında. Doğrudan da görünür ki, son dövrlərdə tələbələrin texniki mühəndislik ixtisasına olan marağı artır. Tək onların sayında yox, onların keyfiyyətində də ciddi dəyişiklik var.
bizim universitetdə bu mühəndislik sahəsində daxil olan tələbələr, xüsusilə IT sahəsində daxil olan tələbələr hamısı 600-ün üstündə və 600-ə yaxın bal toplayan tələbələrdir. Bu da onu göstərir ki, mühəndisliyə maraq çoxdur. Bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatı ölkələrin rifah səviyyəsini ölçəndə orada müxtəlif indekslər var. Ümumdaxili məhsuldur, insan kapitalı indeksidir və s. onları əsas götürürlər. Lakin o indekslər içərisində bir indeks də var ki, həmin ölkədə olan məzunların neçə faizi, nə qədəri sistem elmlərini, yəni ki, mühəndislik və IT sahəsinə müraciət edirlər. Yəni o vacib bir göstəricidir. Əgər ölkədə nə qədər çox o sahəyə maraq göstərən insanlar, tələbələr varsa, bu o ölkənin rifah səviyyəsini göstərir. Yəni ki, bu dediyimiz faktor təkcə təhsillə bağlı deyil, həm də ölkənin iqtisadi, sosial göstəricisidir. Yəni nə qədər bizim o sahəyə marağımız böyük olsa və ölkəmizin rifahı da o qədər yüksək olacaq və sevindirici haldır ki, doğrudan da son dövrlərdə bu mühəndislik sahəsinə olan maraq tələbələr arasında artır. Sevindirici hal məncə bir də ondan ibarət ki, tək bizim oğlanlar arasında deyil, qızların da bu texniki fənlərə marağı daha çox artır. Doğrudur. Görürəm tələbələrimin, xüsusilə kompüter ixtisası üzrə oxuyan tələbələrin əsasında qızlar çoxluq təşkil edir və mən sizə deyim ki, onlar heç də bilik, savad cəhətdə olanlardan geri qalmırlar. Çox aktivdirlər, sərbəstdirlər, istədiyi suallar verirlər, ta özlərini qane edən cavabı almalıca susmurlar. Əl çəkmirlər. Nə gözəl. Universitetinizin məzunlarının işlə təmin olunması göstəricisi necə? Sizi qane edirmi? Bilirsiniz ki, bu universitetin məzunlarının işlə təmin olunması bir çox faktorlardan asılıdır və o faktorlardan ən birincisi də ki, universitetin özünün deyək ki, sənaye ilə və deyək ki, kənd təsərrüfatı, bank sektoruna əlaqələrlə necə qurulub. Bu mənada bizim universitetə uyğun mərkəz, karyera mərkəzi o sənaye müəssisələri ilə, banklarla, digər özəl şirkətlərlə çox sıx əlaqələr saxlayır. Bizdə həmin şirkətlər master klasslar verirlər, müxtəlif yarmarkalar keçirdirlər, özlərini reklam edirlər. Bu da bizim tələbələrin iş tapmasına xeyli asanlaşdırır. Mən sizə bir neçə statistikanı deyim. Bizim tələbələrimizin son 3 ildə işlə təmin olunması statistikası belədir. 23-cü ildə 76,7%, 24-cü ildə 78,3% və 25-ci ildə 80,6% bizim tələbələrimiz işlə təmin olunurlar ki, bu da çox yüksək göstəricidir. Çox gözəl. Universitet sənaye əməkdaşlığı hansı səviyyədədir? Universitet sənaye əməkdaşlığı bizim universitetdə yaxşı qurulub. Bu onunla əlaqədardır ki, bizim universitetdə Azərbaycan universitetləri içərisində ilk dəfə olaraq texnopark yaradılıb. 2017-ci ildən bizim universitetdə texnopark yaradılıb və son dövrlərdə bu texnoparkda çox ciddi işlər görülür. Texnopark bizim universitetdə yaradılan biliklərlə sənayedə, kənd təsərrüfatında, bank sektorunda, özəl sektor və s. onlara tətbiq olunması üçün bir körpü rolunu oynayır və deyim ki, çox uğurlu bir körpü rolunu oynayır. Hal-hazırda texnoparkda müəllim, işçi və s. onların birgə məcmu 7000-dən çox tələbə, mütəxəssisi bir yerdə toplanır o texnoparkda. Onlar bir yerdə işləyirlər, çalışırlar və bizim texnoparkımız son dövrlərdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ISO 560-02 və ISO 560-05 standartlarına qoşulmuşdur və bu istiqamətdə çox uğurlu işlər görülür texnopark vasitəsilə. Biz həmin sənaye ilə əməkdaşlığı texnopark vasitəsilə həyata keçiririk. Ağası müəllim, ümumiyyətlə süni intellekt, bu texnologiyalar mühəndislik təhsilini necə dəyişəcək sizcə? Ümumiyyətlə süni intellekt belə deyək, bir mühəndisi əvəz edə bilər? Bilirsiniz, bu sizin də qeyd etdiyiniz kimi, bayaq da mən qeyd etdiyim kimi, süni intellekt həyatımızın bütün sahələrinə təsir edir və o cümlədən də təhsildə və mütəxəssislərin hazırlanmasında. Təbii ki, indiki universitetdəki təhsil forması müəyyən bir müddətdən sonra bu süni intellekt inkişaf etdikcə dəyişəcək. Çünki süni intellekt bir çox məsələlərin həllini çox çevik həll etməyə imkan verir. Yəni əvvəllər bir məsələnin, bir problemin həllini
bir neçə aya görürdüksə, artıq süni intellekti tətbiq etməklə biz onu bir neçə saatın içərisində, bir neçə dəqiqənin hətta içərisində həll edə bilirik. Ona görə də təbii ki, indi süni intellekt bu təhsil prosesində çox çevik etmiş və biz çalışmalıyıq ki, biz onunla ayaqlaşaq və onun tələblərinə, onun çağırışlarına cavab verək. Bu istiqamətdə də biz öz işimizi qururuq. Yəni vacib olan fənlər, vacib olan ixtisasları açırıq və önəmli olan da odur ki, biz çox tez-tez həm xaricdə, həm öz ölkəmizdə bu sahədə tanınmış alimləri həm onlayn, həm offlayn formasında dəvət edirik. Onlar bizim tələbələrimizə master klasslar verirlər və real problemləri bizim tələbələr o mütəxəssislərin dilindən eşidirlər, görürlər və ümid edirəm ki, yaxın gələcəkdə süni intellekt təhsil məzmununda bir xeyli dəyişikliklər eləyəcək və biz də çalışırıq ki, o dəyişikliklərə uyğunlaşaq. Və son olaraq Ağasəməd Bakı Mühəndislik Universitetinin kampusunda o gənclərin elmi olan həvəsini görəndə, laboratoriyalarda o enerjili gəncləri görəndə, baxın bir prorektor kimi, bir müəllim kimi, bir alim kimi ürəyinizdən keçən ən böyük əminlik nə olur? Mən sizə səmimi deyirəm. Mən bizim tələbələri görəndə gerçəkdən də mən Azərbaycan gələcəyinə ümidim çox böyük idi. Doğrudan da Azərbaycan mühəndislik elmi, mühəndisləri etibarlı əllərdədir. Bizim gənclər xüsusilə mühəndislik ixtisasında oxuyan gənclərimizi nəzərdə tuturam. Çox aktivdirlər. Dərs qurtardıqdan sonra müəllimlər uzun müddət mənim özüm də auditoriyadan çıxmağa imkan vermirlər. Suallarını verirlər, cavablarını alırlar və hesab edirəm ki, bu mənada bizim bəxtimiz gətirib. Bizim gəncliyimiz çox sağlam və çox işgüzar bir gənclikdir. Çox gözəl və təşəkkür edirik ki, özəl müsahibənin qonağı oldunuz, təklifimizi qəbul etdiniz. Çox sağ olun. Siz sağ olun. Belə dəyərli izləyicilərimiz, bununla da özəl müsahibə verilişi sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, bugün özəl müsahibənin özəl qonağı Bakı Mühəndislik Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Ağasəməd Məlikov idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun.